Britaniya cəhd etdi, məğlub oldu. Sovet İttifaqı cəhd etdi, dağıldı. Amerika cəhd etdi, qaçdı. Əfqanıstan nədir ki, imperiyaları yeyir? Britaniya 19-cu əsrdə 3 dəfə Əfqanistanı fəth etməyə çalışdı. 3 dəfə də geri qayıtdı. Əli boş. Sovet İttifaqı 1979-cu ildə girdi. 10 il qaldı. 15 min hərbçisini itirdi. Sonra dağıldı. 2001-ci il. Amerika dünyanı təhlükəsiz edəcəyi dedi. 20 il qaldı. 2 trilyon dollar xərclədi. 2400 hərbçisini itirdi. 2021-ci ildə isə Kabil hava limanında insanlar təyyarələrin arxasından qaçırdı. 20 ilin nəticəsi isə təyyarənin arxasından qaçan insanlar. Bəs niyə? Coğrafiya mı? Bəli, dağlar, keçilməz ərazilər. Əhalisi mi? Bəli, döyüşkən xalq. Amma əsl səbəb bunlar deyil. Əsl səbəb Əfqanistanda mərkəzi dövlət heç vaxt olmayıb. Tayfalar var, liderlər var, amma vahid güc heç vaxt olmayıb. Siz olmayan şeyi məhv edə bilməzsiniz. Olmayan şeylə mübarizə apara bilməzsiniz. Amerika getdi, Taliban qaldı. Eyni Taliban 2001-ci ildə devirdikləri. Düşünün, 20 il, 2 trilyon dollar və nəticə başladığın yerə qayıtdın. Dünyada isə buna dırnaq arasında uğur deyirlər. Ən azı Vaşinqtonda. Əfqanistan imperiyaları yemirsə, bəlkə problem imperiyalardadır. Bəlkə problem güclünün zəifi xilas etmək iddiasındadır. Tarix bir şeyi göstərir. Əfqanistana girənlər güclü girirlər, zəif çıxırlar. Pərdə arxasını izləməyə davam et. Çünki həqiqət sənə göstərilən yox, səndən gizlədiləndir.